Bakının Nəsimi rayonu Mirəli Qaşqay küçəsi 34 ünvanında yerləşən 1-2 mərtəbəli qəzaili yaşayış evlərinin sökülməsi planlaşdırılır. Ərazidə yaşayan 50-dən çox ailənin mənzillərinə artıq baxış keçirilib, ölçü işləri aparılıb. Sakinlərin sözlərinə görə mənzillərin sahəsi daxili divarlar üzrə hesablanıb ki, bu da gələcək kompensasiyanın məbləği ilə bağlı narahatlıq yaradıb. Hələlik kvadrat metr üçün ödəniləcək vəsait açıqlanmayıb. İlkin məlumata əsasən, söküntüdən sonra həmin ərazidə park salınması nəzərdə tutulur. Dövlət Səhərsalma və Arxitektura Komitəsi bildirib ki, sözü gedən ünvan qəzaili binaların siyahısına daxil edilib və yaxın vaxtlarda sakinlərlə rəsmi görüş keçirilərək ətraflı məlumat veriləcək. Nəticə, qərar bir tərəfdən təhlükəsizlik baxımından müsbət addım sayılsa da, digər tərəfdən kompensasiya və köçürülmə məsələləri sakinlər üçün ciddi suallar yaradır. Yekun sərtlər açıqlanandan sonra prosesin necə davam edəcəyi daha aydın olacaq.